Elə bir vəziyyətə gəlib çıxmışıq ki, kimsə dünyanın hər hansı bir yerində bir müsəlmana zülm edildikdə, o müsəlmanın tərəfini saxlayırsa, nədənsə olur hansısa ölkə işləyən, nədənsə çox üzr istəyirəm, olur avtofa. Olur molla, cahil, nadan, xurafatçı, Mars belə gəldi, elm belə getdi, yaxşı bunu başa düşdük. Yaxşı, bəs uşaq qatillərinə nədənsə kimsə Ravvin rejimi demir. Niyə bu qədər müsəlmanlara, zülm edənlərə kimsə bir ləqəb qoymur? Uşaq öldürülür, gülürlər, qadın öldürülür, gülürlər, dəstə ilə adam öldürülür, gülüb məsxərə edirlər. Bəs bu adamlara nə ləqəb qoşmaq olar? Amma bu uşaq qatilləri ki, siz onlara nədənsə Ravvin rejimi demirsiniz, bu adamların hər bir addımı özlərinə məxsus dini çalar daşıyır. Yalan deyirəmsə, deyin ki, yalan deyirsən. Bu uşaq qatilləri heç bunu gizlətmirlər də. Danışıqlarda dini stat gətirir, etiqadi həmlələr edirlər. Siz heç görmürsünüz ki, kimsə onlara Ravvin rejimi, nə bilim filan, beşməkan kimi ləqəblər qoşsun? Nədənsə hamı müsəlmanlara çatanda olur cəsarətli. Siz heç bir ateist görmürsünüz ki, Yahudiliyi tənqid etsin, Tövratı ələ salsın, yandırsın və s. Niyə? Çünki belə etsələr, amanda olmazlar. Onlar heç bir dövlətə sığına da bilməzlər, sığınacaq ala da bilməzlər. Daim səksəkə və qorxu içində yaşayarlar. Diqqət edin, mən hansısa bir inancın müqəddəsatının təhqirinə qəti qarşıyam. Yol verilməzdir, çünki bu Qurana ziddir. Mən antisemit adam deyiləm. Mən dinlər arası diyaloq, tolerantlıq tərəfdarıyam. Lakin dini ayrı seçkili edən bu bəzi riyakar, dəbşünas, trend ovçularını mən səmimi qəbul etmirəm. Əzizlərim, bəzən şükür etmək gərəkdir ki, Yəhudilik marginal, narsist bir əqidədir. Kənara təbliği yoxdur. Yoxsa dünya əhalisinin nə qədər yaltağı bu dinə qoşulmaq üçün növbə və cərgəyə düzülərdilər. Müsəlmana nifrət püskürüb, digərinə göz yummaq yaxşı iş deyil. Çünki bu uşaq qatillərinin, qətliamlarının altında təhrif olunmuş dini etiqad məqsədli şəkildə irəli sürülür. Hə, sən bu uşaq qatillərinin əqidəsinə belə bir pərəstiş edirsənsə, onu bil ki, sən bu əqidənin daşıyıcısın yox, yalnız qulu və nökəri ola bilərsən. Lakin Allaha qul olmaq istəyənləri qısqanmaq lazım deyil. Cəsarətsiz və qorxaq adam cəsarətli insan gördükdə ona nifrət edir. Çünki bilir ki, yaltaqlığın heç zaman hörməti olmur. Vay o gündən ki, bir müsəlman özünə müsəlman, tövhid əhli deyən bu bəzi müsəlmanlar da görürük ki, bax bu uşaq qatillərinin tərəfində dayanıb, zülm içində qətlə yetirilən müsəlmanlara arxa çevirirlər.